Herkese salam. Necəsiniz? Neyinirsiniz? Nə var, nə yox əzizlərim? İnşallah hər biriniz yaxşılarsınız, lap çox yaxşılarsınız. Amin inşallah. Bu gözəl vlogumu belə bu niyyətlə açmışam. Sizi əyləndirmək məqsədilə əlbəttə. Bugün yeni bir vlogla yenə qarşınızdayım. Bu kanalın sahibi mən Games Ayşəni Aysun əlbəttə. Xoş gəldiniz yeni vloguma. Və don geyinmişəm. Məndən gözəl məsəl isə bugün don geyinmişəm. Özdə yeni aldığım donu geyinmişəm. Bu gözəl donum, yaşıl renkli qızlar, çox ədəbli bir kıyafet olmuş. Bulunmaqdadır diye düşünüyorumdur tabii ki de. Bəli. Makyajıma bir dənə baxın. İlk dəfə far vurmuşam, yaşıl renk. Necə olub qızlar? Ay, gözəl sözlərlə tuş, laner, qalın. Həvəslə çəkmişəm, həvəslə hər şey. Danal krem, allıq və pomada. İnanın ki, hər şey çox belə full olaraq çəkmişəm. Hələ saçıma demirəm sən ay qız. Elə bir toya gedirəm. Saçımı qəşəng uklat qırdım. Hündürdən topuz yığdım, çolkalarımı düzəltdim qəşəng. Saçımı başımı biraz özümə gəldim. Düzəltdim yəni. Sonra nə etdim yaxşıdım. Dedim yox, belə elə bir çox sadə olur. Bu kombin belə biraz da abartılmalıdır. Day bura qədər abartmışam, day o tərəfində abartım, eybi yoxdur. Saçımın topuzunun qırağına qəşəng hörü ayırdım. Tezdən eləyib saçımı. Hördüm qırağında. Topuzun qırağını yenə hördüm. Elə bir ki arkadaşlar, bu gün mən toya gedirəm. Maşallah, nə olubsa bilmirəm. Enerji patlaması, vulkan enerji vulkanında bilmirəm mən. Maşallah, göz dəyməsin. Qardaşım da bu mənim enerjili vaxtımı mənim əsəblərimi körməyə çalışır deyəsən. Səhərdən mənə tutuşub ki, gedək tez evə, gedək tez evə, gedək tez evə. Mən deyirəm, hə, tez evə aparır bizi. Nəsə olub deyərkən də, yəni nəsə dedim, ha, nəyəsə düzəldib, nəsə dəyişikliklər olub evdə. Bizi göstərməyə aparır ora. Sən demə, hər şeydən gəlinimizin xəbəri var imiş. Hatta bu oyunda gelinimiz de var imiş arkadaşlar. Bizim haberimiz yokmuş da bilmiyoruz da. Sen de kardeşim bizi işletmeye yaparmış oraya. Yeni evi temizlemeye gidiyor. Wow! Enerji patlamasıyım ben bugün. Böyle bugün neyinirik? Yeni evi temizlemeye gidirik. Geçen vlogda da, geçen vlog yok, o bir vloglara kızlar neyinədik? Yeni evə gedib baş çəkdik. Bir 20 günə yaxın olar. Uca biz 20 günə yaxındır ki, gedmirik evə. Qardaşım deyir ki, evdə heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq suyu, işığı falan yandırıblar, qoşublar artıq. Həyat baca da təmizlənib bir dənə. So. Bir də ki, yuxarıda 3-cü mərtəbədə arkadaşlar, mənim banyom elə bir ki, tam hazır deyildi 3-cü mərtəbədə mən yaşayacağım. Onu düzəldişlər ediblər, nə gözəlmişdi. Bugün təmizlik vlogu çəkirəm. Bu ev çəkməyə düşünürdüm, amma o bir evə nəsib olubmuş. İndi bizə lazım olan məhsulları götürüb aparmalıyam özümdən prosto. Bir-iki ləvazimat var, onları götürüb aparmalıyam özümlə. Maşınla getməyəcəm, maşını düzdürməyə vermişəm. Havalar pis oldu, maşın ilk gündən düşdü. Yəni düz deyə qızlar, aprel ayında olub hava belə pis. Amma yenə də mən axotum yox idi. İndi aparıb düzdürürəm maşını. Hətta belə deyim sizə, bir 10 dəqiqə olar ki, aparıb qoydum. Gəldim elə burada vlogu başladım. Okey qızlar. Bugün səhər saat 10 tamamda oyanmışam, bəli. Belə qəşəng hazırlaşmışam, bəzənmişəm, düzənmişəm. Saat daha hazırdır. Bir dəqiqə baxım necədir. Hazır 12 tamamdır. Boy, 12 tamam. 2 saatdə oyanmışam qızlar. Super. Vlogu bağırlarım heç səhər tezdən başlamıram. Çünki məndə səhər tezdən yəni başladığım vloqlar bir o qədər yığmır heyif ki, ona görə ən yaxşısı budur. Böyle yani arkadaşlar, bunları yapacağız. İndi bir iki tane lavazmat var. Özümlə soka götürəcəm, denəm, paket falan. Deyə burada var elə. Aha, görə paketdə nələr var? Ümumiyyətcə paketdə nələr var bir dəqiqə. Bu nə dayqız yox bu deyil. Bu yağ, bu lazımdır. Kubik rubik. Ay Allah, bu şeyler yadınızdadır. Nəysə bunu boş verin. Bunlar mənim şeyim, yəni stres atmaq üçün falan kullanıyoruzdur tabii. Stres çarxı, stres dedim. Nəysə, boş verin. Gerçekten. Bir yağ aparam. Bir de kızlar burada pıs falan olmadı. Prosto hiç bilmiyorum ara koymuşum ya. Ayda. Ne diyeyim? Para. Arkadaşlar yapmayın. Onu bildim ara koymuşum. Adıma düştü kızlar. Gelin. Birce dakika. Özüme su götürmedim çünkü day bunları daşıyacağım day. Ayda ara koymuştum. Buradadır. Burada kedimin yemeğini. Bu pencere falan şu falan yani pıs. Sonra bas saatlik götüreceğim. Bunu sonra götüreceğim. Bas sabun yok dedi. Sabun götüreyim. Bu duş geride bunu götürüyorum. Yeni eve lazım var. Ondan sonra ne lazım? Yeni eve. İnan ki hiç bilmirəm. Həqiqətən heç şeydən heç bir şəkildə xəbərim yoxdur. Məndə lazım olacaq şeylər bunlar. Bir qayçı aparım. Mənə qayçı lazım olar. Nəysə də aparım. Nəyəsə lazım ola bilər. Bir də qızlar birisini aparacağım. O pencərə şüşə falan sirilləri uzun. Bizdə var idi o. Mən almışdım da. Falan. Yığılırdı da. Yəni çox rahat idi. Yəni qısaydı da. İndi onu bir dəqiqə tapım göstərəcəm sizə. Arkadaş gəl şuraya. Baxın qızlar, burada yəni söhbət bundan gedir. Məncə bu çox balacadır da, yəni qəşəng. Dəqiqə bu görə yerləşəcək.
Yerləşmir qızlar. Nəysə, bunu özümdən harda apara bilərəm? Yerləşmir. Çox burası var ya. Pencerə şüşəsidir də, yəni içinə salfetka ucunda özünün də var. Siz ucundakı dəsmal öz fış əskisini çıxarıb özünüz əskini qoya bilərsiniz. Yəni problem deyil. Çox rahat şəkildə yenə o da həll olunur. Açılır, bağlanır. Amma mən açılmadan istifadə edirəm. Əyilib işlədirəm çünki bilmirəm. Mənə əyilib istifadə eləmək rahatdır. Bildiyiniz kimi qızlar. İşte benim boy problemim vardır. Evet. Benim boyum 1.62'dir ya Hanibe. Hanibe benim boyum 1.62'dir ya. Evet o yüzden. Bunu əlimdə aparacaq deyiləm. Əlbəttə, maşınla yox. Ay, neyəcək? Mamadan bir dənə iri klok alam, bunu qoyum onun içinə. Və bu kloku çox ehtimal onun içinə qoyum. O elə bir iri klok olsun ki, gərək. Onu əlimdə güclə gizlədə aparım. Yəni, bir kadın heylan yapılacak bir şeyim arkadaşlar. Kardeşim özü gelmir. Bizim gitməyimizi istəyir. Şokdayım gerçekten. Neyse. Yəni, belə. Mən hal-hazırda çıxıram qıza, çünki saat 1-ə işləyir. 1-10 dəqiqə işləmiş, evdən çıxmağıma məsləhət yaparım. İnşallah bilmirəm, bizim o bir məhləyə, deməli, bu məhlədən sonraki məhlənin axırlarında da bunların evləri arkadaşlar, yani. Evet, yəni bizdən, bu bizim məhlədən sonraki məhlədir. Yəni bizdən 2 məhlə yuxarıda, bir məhlə. Bizdən bir məhlə yuxarıda, ya da 2 məhlə, 2 məhlə, hə, 2 məhlə sayılır. Bizdən sonraki ikinci məhlə. Evet, gidiyoruz. Oraya koşa. Gedim. Ora gedəmək də bir neçə dəqiqəlik istədiyim mən. Deməli, neçə dəqiqə deyil, ayollar. Hə, poçt onlardan əvvəldə elə bir dəqiqə. Poçtda mən 8 dəqiqə gedirəmsə, onduların evi 12 dəqiqə, 13 dəqiqə falan var. Gəlib çatdıq. Bir dənə şey demək istəyirəm. Motosiklet, bu boyda motosiklet burada dura-dura piyada gəldik, bəli. Hətta sən demə, poçtdan, bizdən poçta qədər yol, yəni belə orta sürətlə getsəniz, 7 dəqiqə imiş. Qaça getsəz 5 dəqiqəyə falan ola bilər əslində, əlbəttə. 5 dəqiqə olar, 5 dəqiqədən az, ya da 5 dəqiqədən çox ola bilməz deyə düşünürəm. Hə, belə orta sürətlə tez bazar gələndə biz 7 dəqiqəyə gəldik poçtda. Amma bura qızlar, poçt elə bu məhəllədə, yəni qardaşım girin məhəlləsində poçt. Nə yaxşı ki. Çünki qardaşım girin məhəlləsindən sonra bu şəhərin sentridir. Bunlardan sonra məhəllə, qəsəbə falan yoxdur. Bu şəhərin sentridir, yəni bildiyimiz. Uje neçə ev sonra? 14 ev sonra. Bəli. Yanbayan evlərdir. 14 ev, biri bu tərəfdədir, biri sağdadır, biri soldadır. Neçəsi sağdadır? Nə bilə, 7'si soldadır, 7'si sağda. Aha. Bizdən 14 qapı sonra bu şəhərin sentridir. Çünki yəni şəhərin sentrindəki məhəllədə, qəsəbədə qalırıq. Okay, bu da belə nüvanımızdan deyil. Bura yəni biz 11 dəqiqəyə gəlib çatdıq da qızlar. Qaça gəlsə siz 9 dəqiqəyə falan tapa bilərsiniz deyə düşünürəm. Orta sürətlə biz tez gələ 11 dəqiqəyə gəldik. Qarşıma isə qardaşım çıxdı. Əlimdəki 5 ilə qardaşım gətirdi. Mən özüm üçün elə gəzə-gəzə oyun tez bazara qaça gəldim. Təmizlik eləməyə. İndi deyin görüm nədir problem. Bu boyda baxın, bu boyda maşını qardaşım bu qapıda qoya özü piyada gəlib. Nə üçün? Bunun cavabını verin mənə. Biz niyə görə bir 7 dəqiqəyə, 6 dəqiqəyə gəlib tapa bilmədik ki bura? Ümumiyyətlə mənə başla bilərsən. Sən mənim məhəllə löhlüyə deyəndə niyə ki qardaşım? Baxın buna baxın. Gəlmə oturun, nəfəsim daraldı. Hə, özüm oturum. Səylənmə. Ada bəsdir günə video çəkirəm. Videoda öyle sözüm YouTube. Hə, bildim. Deməli, bu boyda motosikleti burada qoyub niyə görə piyada gəldim? Sizə deyim. Mən tez bazar elə qaça düşdüm, gəldim. Heç şurada ki motosiklet var, tezə almışam da indi baxmadan indi, yəni öyrəşməmişəm həqiqətən. Ayarlarla öyrəşməyim, qardaşım olar görə. Yox da indi həqiqətədir. Motosikleti ilə öyrəşməmişəm. Yadımdan çıxdı motosiklet gətirməyə, inanırsınız? Həm də ki bu yaddır ki tez oldu, mən qapıdayam, mən məhəllədəyəm, mən məhəlləyə çatıram. Getdim gördüm heç bu otağından çıxmayıb bayıra. Mən də deyir ki, mən məhəlləyə gəlirəm, mən məhəlləyə çatıram. Mən nə bilim, nə edirəm, hardayam. Yalandan. Evet. Mən də ki poçtun yanına satmağa az qalmışam. Nə bilim, sizin məhəlləyə çatmağa az qalmışam. O mən də dedim gəlir az bu. Motosiklet aynıya həm az qalıb satmağa, həm də ki yəni düz yadımdan çıxdı, amma belə gətirsə belə, yəni sənin deməyinə görə sən elə az qalardın çatmağa. Niyə mən boş-boşuna işdim? Elə mən motosiklet kodlayana qədər həm də sən tutacaqdın onsuz da buradan. Yuya, əgər evdən çıxsaydın, əgər həqiqətən yapsaydın. Nəysə. Akıllı insan olduğun böylədir, yəni başqa bir şey yoxdur. Bəs də yaşanır, hə, yaşanır. Sən çox ağıllısan, sən çox ağıllı adamsın ümumiyyətcə. Çox, sənin kimi zəki bir adam yoxdur. Zəkisin, partladı, geri zəkalını belə deyirəm. Gəlinlərin gəlini, bəli. Gəlinlərin gəlini bugün bu şotkanı alacaq əlini evi təmizləyəcək. Təəccübləndiz? Yox, şotkanı çöp başıma. Baldızlığım tutdu, baldızlığım tutdu, deyən görə baldızlığım tutdu. Mən sinirləndirəm, xoşmaydı. Qızlar, qardaşım yolda mənə bir şeylər deyir. İndi deyən nələr deyir onu da deyir. Belə takdirlər eləyir, o qədər gözəl.
Ay Allah, nə əcəb bu bacımdan belə bəzənib güzəlib. Nə bilim, çox gözəlsən bacıcan. Bu nə oldu da? Şəklimizi çəkdim. Şıqqılımı çıqı hardan. Hə, inanırsınız yəni. Canım bacım, gözəl bacım, gözəl oldun belə də. Nə bilim, gözəl bacın oldu, sən də beləsən də. Ay da çox qəşəngsən, maşallah, tüy göz dəyməsin, az qala üzəri fırya anam nənəm kimi. Hə, nə bilim, nə əcəb səndən belə bəzənib düzənmirsən, heç gözlənilməz hadisə. Aysu, nə olub, bugün nə xəbərdir? Dedim, ay bala, heç nə enerjim var, enerji patlaması yaşayıram. Vlogda özün görəcəksən, səhər vlogu belə cəmaatı necə başlatmışam, izləyicilərimə necə açmışam. Oy, onu bir laf atıyor, onu bir laf atıyor, bir laf sokuyor. Oy, aman. Yapmayın abi, yapmayın. Neyse, bu nedir? Bu nedir? Bu uşağın oyuncaq şeyler. Hə, bildim. Hırp etmek. Her şey yine böyle arkadaşlar. Bunda bir boş yerim ya. Hə, bunu indi hara aparacağıq? Mən onu deyim. Otağa. Qardaşım, ala. Hadi bunu da elə apar da. Ala sən bu şotkanı, bunu da al bunun üstünə. So, yağlı, get yuxarı. Şotkanı da qoyardan orada. Bir kardon da qoydu. Ya, bu arada kardon götürdüm, o zaman ben koydu. Kardon içində balaca şey. Bir de bu. Kardeşim deyir, bu nə yüngüldür deyir. Bunun üçün sən bu boyda deyir, kardon içində, sən də 80 deyir, bu qədər. Bu boyda kardon içində bu qədər şey qoyumsa. Deyir, da balaca klok al yalarını da, ürəyimiz rahat. Daşması deyir, rahatçılıq verirmiş. Yəni, bu aralar vloglar yaman uzun olur ya. Ayda qızlar elə 10 dəqiqə evdə çəkdim, 5 dəqiqə də burada çəkdim. 15 dəqiqə oldu, heç nə eləməmiş ya. Bu arada saat dedi qardaşım. Biz burada saatını çəkdik mi? Biz burada da 12:24. 12:24 olmuş biz burada arkadaş. İmkan edin. 12:30. Birin yarısı. Ya oturun başlayaq şey. Yəni bu saatten o tərəfə keçməyəcəm. Lütfən. Parmağımı. Davay. Getdik ya. Sənədlərimi bozmayın. Gəlin sizə yenə evə göstəreyim. Həyətdə nə dəyişikliyi var? Təmizləyiblər. Silib süpürüblər. Çox sağ ol. Hamam düzəldiblər. Hamam təmizləyiblər. Məncə evləri təmizləyiblər qəşəng. Və biz bura niyə gəlmişik qardaşım? Bəzi şeylər var ki, nələr var qurban olduğum. Yeri zadı siliblər, üstübə də döşəməyə zadda. Pencərə şüşəni siliblər, qapı zadı hər şey eliblər. Mini şeylər, parasızlıq işte. Sizdən bunu qoy bir dənə, deyəm. İndi biz nəyi yiyək birinci? Birinci gəlir mətbəxdən başlayaq. Mən sumkamara qoya bilərəm ümumiyyətlə. Ümumiyyətlə sən sumkavı heç yerə qoya bilməzsən. Sən sumkanı getirmiş özünü. Məsələmcə kör olur ya Rəbb. Sənə qalıb. Nəysə. Kameranı da bura qoyaq. İndi nə edəcəm? Bacımız başlayır işləməyə. Ya bu ayaqqabıdan girelim. Ayaqqabım təmizlənir, rahat olmayın. Olsun. Xalta silinməyib olsun. Silinmə prosto tam təmizlənməyib. Siz buralara gələndən sonra, mini böyük işlərə gələndən sonra yenə təmiz çıxacaq. Onları lap qəşəng eləyəcəklər. Lap yaxşı. Başqa məsələ. İndi nə edirik? Birinci gəl. Ay, sən niyə açıq taxmısan? Sən. Sənə nə olur bu ümumiyyətcə? Paltonu çıxar günən. Məsələn, bilərim pokorramından. Elə bir çöd oturub, vişirdi, nədir ora. Çantabı da çıxar günən. Baldızım tutum. Sinirlərimi bozuyorsun işte. Deyən çantalarımızı qoyaq. Bizə qardırop lazımdır. Deyən girin. Üzr istəyirəm sizi böyle bir yerə koyduğum için. Bence de. Deməli başlayırıq. Nəyə başlayırıq? Nəyə indirik? Kızlar, biz qəşəng evi tərtəmiz elədik, par elədik. Burada isə ilk işimiz pəncərə və qapıları silmək oldu. Şüşəni, pəncərəni falan qəşəng tərtəmiz parıldatdıq, sildik. Həqiqətən halal olsun bizə. Çox qəşəng iş getdi. Nələr eləmişik, onları hal-hazırda sizə başa salacağım işlərimiz bitəndən sonra. Biz işlərimizə qızlar, deməli saat neçədə başladıq? Saat 1:00-da başladıq. Yarım saat durub çay falan içdik. Normalde yəni birin yarısı gəlmişdim. Birin yarısından tez. Bir işləmiş gəlmişdim. Birin yarısı gəldi yüce. Biz nə qədər işlər gördük. Yarısını çəkdim sizlər üçün, yarısını yox. Niyə görə? Çünki mənim gözəl gəlinim, əziz və gözəl, dəyərli, hörmətli gəlinim məndən çox xahiş etdi ki, kameranı da yandır. Kamera qarşısında iş görə bilmirəm. Gəlinimizin belə bir fobiyası var ki, kamera qarşısında iş falan görə bilmir, utanır. Bilmirəm niyə. İnşallah bu fobiyası tez bir zamanda aradan qalxar. Həqiqətən onu arzulayıram ona. Çünki onun bir bloger baldızı var. Baldızı var. Bu mütləq şəkildə tezliklə aradan qalxmalıdır deyə düşünürəm də. Yox, qalxmalıdır. Bunu götürməm gerək təbii ki. Yapsana kızım. Hal-hazırda ucu axşamdır. Saatı birazdan deyəcəm sizə, amma nə elədik evdə? Pəncərələri sildik, qəşəng. Baxın, dəqiqə, gəlin yenə göstərim. Bu qabyonu bu tərəfə çəkdi qardaşım. Çünki bu tərəfə daha gözəl olduğunu düşündük. Baxın, pəncərəni də sildik. Baxın, tərtəmiz parlayır, qəşəng sürəli. Evə də qəşəng ətir vurmuşuq anaşacağım. Pəncərəyə qəşəng dezinfeksiya üçün spirt vurduq. Qəşəng sonra pəncərə şüşəsini vurduq. Şüşəsilə sildik, tərtəmiz par elədik. Sonra üzərinə spirt vurduq, sonra ətir vurduq. Yəni o qədər şeylər vurduq. Yəni inana bilmərsiniz də. Qardaşım 2 dənə ev ətiri almışdı. Yəni biri bitdi.
ciddiyim. Birindən də ki, bir dəfə istifadə elədik. O da qalıb indi normal gündəlik istifadə üçün, evdə istifadə eləmək üçün. Həyətdə burada heç bir dəyişiklik eləmədik. Çünki bura təmizdir, həm də bura gülçəkdir. Yəni bunun təmizlənməli bir şey yoxdur. Yəni yaz deyil, payız deyil ki, payız yarpaqları, quru yarpaqlar düşsün, biz onu təmizləyək. Normal yazdır, yamyaşıl otdur, ağacdır, yamyaşıl otlardır, güllər, çiçəklər çox gözəl bir mənzərədir həqiqətən. Bunu pozmaqda imkan yoxdur, yəni bunu poza bilmərik, çünki çox gözəldir. Bura qəşəng gəlinimiz hətta süfrəyə də bəzədi hətta. Bu arada yəni həqiqətən süfrəni də bəzədi. Halal olsun gözəl gəlinimə. Neynədi qızlar? İndi onu sizin üçün göstəreyim. Deməli qəşəng süfrəyə peçenye falan qoydu. bu süfrəyə qoydu nə? Konfet falan qoydu, peçenye konfet belə. Bu süfrəyə isə kruasan falan bulka qoydu. Qəşəng bir cimli kruasan, bir də qəşəng şokoladlı kruasan. Yəni şirniyyət var, çox gözəl bir tomada qoydu. Duzun üstünə ketçupunu falan qoydu. Yəni süfrəyə qoyulacaq bir şeylər nədirsə, yəni onları qoyub, məncə çox qəşəng. Orada gəlinimizə deyirəm ki, bu duz qabının üstü qabı yəni dəhşət böyükdür. Gəlinimiz heç qəşəng yaraşır. Balaca stola yəni nəyə qəşəng yaraşır sizcə? Kim mənim fikrimə razıdır ki, yəni mini stola, yəni balaca ailə olduğumuza görə, yəni az insan yaşlarına görə əlbəttə ki, və bu boyda stol maratonun böyük ola bilər. Yəni biz bunu idarə edirik, hətta çox qəşəng idarə edirik. Görəcək sözünüz gələcək nəqlərdə. Bu balaca stola, bu boyda vaxtınız istiyor qabını qoymağın yeri nədir? Yeri var, nə mənası var? Yəni özümüz gücünə otururuq, belə biz çıxmasın. Amma bu düz istiyor, bizim yerimizi dar eləyir. Yerimizi dar eləyirsən, yaxşı düz istiyor. Çıx bayra. Davay. Canım gəlinim çox sağ olsun. Qəşəng qabları da yuduq sizinlə birlikdə, zaten gəlinim yumuşdu o zaman. Hətta deməli qardaşım getdi, bir-iki dənə şey aldı evə. Meyvə, tərəvəz falan. Niyə görə? Sabah ilə qəşəng bir market alış-verişi eləməliyik. Sabah yox, o birisi gün. Yox, 3 gün falan sonra, 2-3 gün sonra. 2-3 gün sonra. Biz hal-hazırda gedəcək evə, bir 2-3 gün sonra gələcək evə market alış-verişi eləyəcəyik və evdə qızğın gəldim qəşəng nələrsə hazırlayacaq. Çünki bir 2-3 gün falan sonra deməli qızlar gəlinimizin anası gəlir. Yəni gəlinimiz Nigarın anası Nərgiz xanım gəlir. Bizə qonaq gələcəklər. Evimizin yəni ilk qonaqlığı olacaq. Mama da gələcək bura əlbəttə. Mamanın unudulmaz bir sakin. Mama gəlməz saçılır mı? Mənim canım mamam. Canım anam darıxdım lap. Annemi özledim lan ben. Annemi verin bana. Annemi verin bana. Annemi özledim. Anne izliyorsun vlogum. Seni çok seviyorum. Bunun içine kadar yəni buxarı falan aparıb təmizlədik yəni. Şkafların üstünü sizinlə birlikdə təmizləmişdim zaten. Buraları falan da hətta. Gəlinimiz inansız evi diri hazır elədi də yəni. Evin məişət əşyaları ki var, bəzi məişət əşyaları ki, qardaşım onu gətirmişdi səhər. Onları qoyduq. Baxın, məsələn, kofe aparatı və nə bilim, meyvə çəkən, nə bilim, elə şey də var, toster falan, nə bilim. Belə məişət əşyaları ki var, onu qardaşım bir gətirib qoymuşlar, onları düzdük. Bir-iki dənə qab-qacaq var idi bunlara, onları da səliqəli qoyduq. Bir-iki dənə qab-qacaq qardaşım gətirmişdi. Bir arada indi nə elədik? Gəlinim dedi ki, day evi təmizləmişkən beynim çöndürür, atlı qulçat oldum. Bəs gedək, mənim cehizlərimi gətirək. Getdilər qardaşımla yoldaşı ikisi, mən də Melisa'ya baxdım bu evdə. Getdilər bizim evdən qəşəngcəsinə bir-iki cehiz, yəni qab-qaşığı gətirdilər, gəldilər qızlar. Qardaşımla həyat yoldaşı Nigar xanım. Deməli, bəli, inanırsınız uşağın yemək qablarını falan qədər hər şeyin səliqəli şəkildə tez bazar düzüb qoyub gəlinimiz. Belə səbirsiz birisidir və işgüzardır, zəhmətkeşdir, maşallah, maşallah. Göz dəyməsin, canım gelinim. Mən çox seviyorum. Ay, gelinim, canım gelinim. Çox severim gelinimi mən. Çox gəlin tərif oldu, bəstirin. Maşallah, göz dəyməsin. İzləyicilərə sıxılacaq. Sıkılmayın lütfen. Pıs sıkılmayın. Ben konuşmam gerek çünkü iyi yapıyor yani. Neden konuşmayayım ki? Neyse. Keşke Azərbaycan deyiləm. Tərcümə Azərbaycan yox. Yəni yaxşı məna. Deməli qızlar, indi nə elədik? Bütün işləri gördük demək olar. Hə. İndi nə elədik? Birinci mərtəbəni tək təmizləməmişik. İkinci mərtəbəni, üçüncü mərtəbəni təmizləmişik. İndi gedirəm sizə nə eləməyə? İkinci və üçüncü mərtəbənin təmizliyini və orada elədiyimiz işləri göstərməyə maraqlılar və əlbəttə ki, yaxşı gələr deyə. Bu arada ev turu edirəm. Niyə görə? Çünki keçən səfər vlogda qızlar, yadımdadır ki, unutmamışam əlbəttə. Keçən səfərki vlogda deməli evimizin birinci mərtəbəsini, sadəcə olaraq yəni birinci mərtəbəsini biraz üzdən, yəni sadə halını biraz üzdən tezbazar göstərmişdim. Amma bu gün daha ətraflı göstərdim və indi nə edirik? Heç bir damcı belə üzünü tezbazar görmədiyiniz ikinci və üçüncü mərtəbənin ev turunu eləmək istəyirəm sizin üçün. Çox maraqlıdır. İzləmədə qalın, kanalıma da abunə olun, videoma like atıb, və yorum yazmağı unutmayın. Bu arada deyim, aşklarım, çok seviyorum ya, ben gerçekten sizi çok seviyorum ya. Devam edelim ev turuna, deməli, gəlim gəlsin. Çok qəşəng bu qızlar mən də alacağım. Belə ürək formasında üstündə. Yəni əsl bilinç falan eləməkdir, hə. Çörək tost eləmək olar onda bunda. Hə, qəşəng çıxar olmalı. Hər şey tost eləmək olar olmalıdır. Düz toster də var gəlimizin, amma belə toster. Tez almısan bunu? Hə, tez al bunu. Xaricdən almışam hətta. Xaricdən al hətta. Qızlar Almaniya gedəndə Almaniyadan baxın bunu. Çox qəşəngdir. Mən də alacağım cehiz diyor inşallah özümə. Görək. Cehiz seçirəm amma bildizə day nəyə seçmirəm bir dənə. O da yok işte ya. Manita buluyorum. Manitayı arıyorum. Manitayı bulamıyorum. Neyse aramıyorum da hiç lazım değil de.
Nəyimə lazım manitam? Nəysə. Gedək o biri mərtəbələrin ev turunu edeyim. Neçə dəqiqə qalmışam arkadaşlar. Həmin koşun. Gedirəm ikinci və üçüncü mərtəbənin ev turunu sizlər üçün etməyə. Koş, let's go. Getdik. Buranın ev turu hazırdır qızlar. Belə. İkinci mərtəbədəyik. İkinci mərtəbədə qardaşım gəlir yataq otağıdır. Bir də ki, Melisa yataq otağıdır. Yanbayan. Yəni xəbərlər də var bir-birlərinə. Narahat olmayın. Səs salan uşağa görə də siz narahat olsanız, narahat olmayın, xahiş edirəm. Melisa otağından demək olar ki, çox səsini mən eləmişəm. Gəlin baxaq. Qızlar, otağın şirinliyi şakamı. Əsl qız neşəsi və qız otağı vibe verir insana. Baxın, buralar belə kvadrat, baxın, buranı deyirəm, qıraqlar falan, pəmbiş. Yuxarıdakı ağarlanan, ağ tonlar açıq rəngə doğru gedir. Və yuxarıda isə işıq formasında ulduzlar var. Çox qəşəngdir bu otaq. Aboyunu mən dəhşət bayıldım. Əvvəl mənim otağım ki var idi. Əvvəlki otağımda da mənim aboyum bu rəngdən də bir ton daha açıq rəngi idi. Yəni o zaman da kış neşəsi vardı. Prosta dedim ki, bəs utanc verici bir şeydir. Yəni bu yaşda 23 yaşda qızın, yəni belə bir pəmbiş otağı var. Yəni nə demək bu lan? Ona görə aboyu dəyişdirdim. Əslində mənim üçün heç bir problem yox idi. Sıxıcı idi. Prosta rəfiqələrim falan inansız məndən indi rəfiqə deyirlər onlar məndən. Amma lağ eləydi. Ona görə gerek yox deyə düşündüm. Artıq 23 yaşda qız. Aynaya baxın. Ay Allah, çox qəşəngdir. Ayna, söyle bana, var mı benden ve izleyicilerimden daha güzel? Yok tabii, nereden olsun? Felişə baxın, bundan məndə də var, çox şirin. Kənddə də var bundan. Bu mişkanı qardaşım bizə xaricdən gətirmişdi. Qardaşım deməli Nigar'a dalmışdı. Nigar özünkün qoyub qızı üçün. Ay Allah, görün necə romantiz. Şaka mısın sen? Dən dolaba baxın. Ay, dolabda bəzi, hələ çox az demək olar ki, %15% geyim var ya da yoxdur burada Melisa'nın. Niyə görə gətirmişik bu geyimləri? Çünki bugün yəni full, yəni dünən axşamdan buradadılar və dünən axşamdan Melisa'nın əyini 3 dəfə dəyişilib ona görə. Demək böyle. Burada Melisa keçən səfərsini almışdı, deyəsən. Yox, almışsını almışdıq da bunu. Vlog çəkəndən Melisa. Hə, çəkdim. Hə, baxın həmən çanta. Burada nə var? Burada deməli Melisa'nın deməli oyuncaqları var. Baxın, bu su buraxır falan, yəni təhlükəli oyuncaqlar. Köpüyü falan buraxan nə, su buraxan nə. Bu da su qızdırıcı və mama şeylərdə. Nə deyil ona? İldiz. Bu da yemək şey masası, yemək masası, çox qəşəng. Ay Allah, buna baxın elə. Ay Allah, yerləşəmirəm bura. Pəmbiş bulut formasında çox şirindir. Yataqdan baxın, yataqdan düşmə ehtimalı yoxdur, narahat olmayın. Bir dənə biz bir şey tapmışıq ki, xalça tapmışıq. O xalçanı sərəcəyik bura. Xalça bilirsiniz necə? Xalça belə şişmiş xalçadır da. Əsl uşaqlar üçün də bildiniz necə? Şişmiş xalçada uşaqlar yəni nəsə heç ayağı basanda hoppanırsan göyə. Yəni anidən hoppanan düşəndə onun üstü daha da qalxır göyə biraz. Ona görə yəni bahadır biraz. Onu indi alacağıq hər ehtimala qarşı. Amma belə dedi ki, Melisa yerə falan düşmür zaten. Həm də ki bu birazca var yenə də. Nə istəyirəm qırağım. Burada soskalar falan var. Burada oyuncaqlar, sevimli oyuncaqlar. Hamısı qurur, özü qurub bunu. Halal olsun. Yəni uşağımız 1 yaş 6 aylıqdır, amma ki yəni istedaddır. Yəni 1 yaş 6 aylıq oluyorsun. Hə, bilməm 1 yaş, hə də 1 yaş 6 aylıqdır. Oldurucu. Yuxarıda da qızlar, baxın, qablarda çox qəşəng şirin qablarda, pəmbiş qablarda oyuncaqlardır. Biri nəsə qurmaq oyuncağıdır, biri də ki, yəni qarışıq tərz oyuncağı, bir də mişqasıdır. Arxada kitablar var. Nağıl kitabları. Nigar deyir ki, mən uşağıma lay deyirəm. Laylardan sonra nağıl falan oxuyuram. Maraqlı olsun deyə yatmağa. Yəni o zaman nağıl falan oxuyanda deyir, uzun bir şey, hekayə danışanda ümumiyyətcə deyir. Yaxşı yatır. Bu da əqqəşləri var. Ay Allah, bu qıtıra bax. Ay Allah, bir gün qız çocuğum alırsa ben de böyle gidəcəm. Burada papaqları falan var. Nə bilim, mantik. İşte qız neşəsi, qız uşaq. Burada isə maneji var. Sonra aralar ümumiyyətcə fikir vermişəm ki, ümumiyyətcə xaricdən gələndən bir dəfə güclə mindirmişik də Melisa'na bu maneji. Təsəvvür edirsiniz, yəni bu uşaq gəzdirici gəzmir. Çünki 1 yaş 6 aylıqdır, özü gəzə bilir. Prosto biz yenə də ehtiyat edirik, əlindən tutub gəzdiririk yenə də, amma özü belə gəzə bilir şükür Allaha. Çünki 1 yaş 6 aylıq ortalarıdır. Məncə okey, hər şey yaxşıdır qızlar. Gəlinimiz üçün otağına göstərirəm. Gəlinimdən icazə aldım. Gəlinim dedi ki, yəni qardaşım dedi ki, problem deyil. Burada heç nə yoxdur. Bir yataqlar var, çox qəşəng, turuncu, nə bilim, qızılı falan. Gəlinim, yəni qızıl tonda, gold falan çox sevir. Lampa, çox qəşəng. Planşetlər, kondisioner, makyaj masası. Vay, görün, makyaj masası. Maşallah. Nə bilim, qara, qızılı, ağ, çox qəşəng. Gülə bax, parfümlərə, bahalı parfüm. Ən bahalı və ən sevilən parfümləri bura qoyub 2 dənə. Fırçası, təmizləyici şeyi.
Makyaj kutusu, bunu heç girməyin. Aşağıda bakım aynı ürünləri var, gördüyünüz kimi. Bu nə qəşəng kremdir. Mənə niyə vermir bu Smile krem? Nədir? Smile krem. Nə qəşəngdir. Yuxarıda çantalar var. İşte bir anne, yəni bəzən uzaq səfərə gedəndə, uzaq yolculuğa gedəndə, uşaq olduğuna görə əlbəttə ki, mecburdur ki, bel çantası taxsın, iri bel çantasına, boyda bel çantaları taxsın, özü ilə bütün əşyalarını götürüb aparsın ora. İşte bir anne. Paltarları da yerləşdirməyib, bir dənə dəstini qoyub bura. O da ki, niyə görə? Deməli, güya deyir ki, anam geri gələn günü bəs əziyyət edib gətirməyim deyə. Ona da market alış-verişini gətirəcək əlimizdə. Ona görə indidən qoymuşam bura, ütüləyib hazır edib. Görsün mənim görsündən gəldiyim hər şey hazır edib. Burada ayaqqabıları, burada isə qardaşımın ayaqqabıları olacaq. Tərəfdə qardaşım olacaq belə. İşte bir. Mən deyirəm ki, bilirsiniz niyə yarana deyirəm. Deyirəm ki, ay bacı, sən bu boyda mənim şkafımdan da eyni mənim şkafımdandır. Mənim şkafım çox bəyənir gəlinimiz ona görə. Eyni mənim şkafım, prosto biraz rəngi fərqlidir, qara ağdır. Meysin olan otağındakı, yəni promoy mənim üçündəndir, ağ rəngi. Bəs niyə deyirəm ki, bacı, mən bir tək insan olaraq, mən 2 dənə şkafa paltarlarımı sığdıra bilmirəm. Sən 2 nəfər ola, yarı necə sığdıracaqsan paltarlarımı? Anlayamıyorum. Qıraqda da nə yaxşı gözlər üçün şkaf falan qoyublar belə, çox bir şey. Çantalarını qoyub, belə aksesuarları falan qoymaq üçün. Burada sevimli böyle stəkanı var. Sketchbook'u var. İşte bir rəsm müəlliməsi bildiyiniz kimi. Ne güzel. Baxın geyimlər dekor edib. Ətək, şapka, don. Necə gözəl. Gəlinim. Gəlinim xəzinə yatırıb ki evində. Xəbərim yox. Ne gör belə geyim sketchbook'u hazırlayır ki. Yəqin hobi olaraq arada bir. Zaten yeni başlayıb, desin biraz çəkib. 5 səhifə çəkib. 5 səhifə, yəni 5 geyim çəkib. Deməli onda 5 geyim dekor edibsə, dizayner ola bilər. Burada gülmüyü var. Oynağı da yazıb ay qız. Gülmüyə yetmir. Burada nədir? Sevdiyi musiqilərdən yazıb. Bir də sevdiyi nədir? Kiraz və çilek karışı kitabı. Sevimli kitabdır deyəsən oxuyur. Yəni mən şokdayam bu qıza maşallah. Yəni şokdayam. Pərdəsinə bax, çox şirindir. Ring light var belə. Neyini sən abaca bu ring light? Qardaşım 15 manat alıb onun üçün. İstəyir, nə bilim. Baxma da indi rəsm müəlliməsi lazım olur video falan çəkəndə onun üçün. Rəsm falan videosu çəkir. Bəlkə lazım. Nəysə özləri bilir. İndi gəldik hamam ayağı yolu falan belə bir şeylərə. Çox qəşəng, tərtəmiz iyi, maşallah. Burada Melisa'nın şampunu falan da qoyub bura onun üçün ayrı bu şkafla ümumiyyətcə bir dəqiqə. Burada Melisa pampikləri. Altta isə şampun, sabun, nə bilim, salfetka falan, qayçı zad da var hətta burada. Düzü, bu qayçı mən gətirdim bu gün pəmbiş sarını. Wow, burada da heç nə yox, dərman var bir dənə. Dərmanındakı nədir? Hə, bu dərmanı bilirəm. Bu dərman deyil, dərman forması sabundur. Valaca yəni, gəlinimi çox sevir. Mənə də hədiyyə eləmişdi bir ara. Bu da əl şampunu, maya sabunu. Bununla yuyurlar əllərini. Diş fırçaları, qəşəng tualet. Hər şeydir, hər kəs olan bir şey. Zibil qabı, çirkli səbəti, paltar yuyan, paltar yuma yucu vasitələr, qızdırıcı aparat. Böyle bir şey, yəni hamam. Adı ışığı yandı. Yox, ışığı nə idi? Suyu yandı. Suyu açdım. Danışığımı itirdim. Bu valiz burada neyini bilmirəm. Bunu özü qoyub yəqin. Yer tapa bilməyib, yazıq gəlin, gözəl gəlin. İndi qızlar, deməli buradan çıxdıq. İndi hara gedirik? Mən onu da sizə deyim. İndi gedirik 3-cü mərtəbəyə. Ən maraqlı bəlkə də sizlər üçün məkan. Mənim mərtəbəm. Mən 3-cü mərtəbə sırf mənə aiddir. Çünki biri geyim otağımda, biri hamam tualetdir, biri isə yataq otağımda. Yəni 3 dənə otaq var 3-cü mərtəbədə. O qədər gözəldir ki, qızlar bayılacaqsınız. Yəni orada o qədər gözəl videolar çəkməyə planlaşdırıram ki, hətta nasıl mən öz bu evimdə short videosu hazırlamıram ki, bu evə köçəndə, bu evdəki yeyimə soyunma otağımda qəşəng kombin look videoları çəkim, qəşəng makyaj videoları falan çəkim. O qədər gözəldir, mükəmməl bir şeydir də qızlar, inanmayacaqsınız, amma mükəmməl bir şeydir həqiqətən. Wow deyib susuram tək kəlmə ilə mükəmməl. İndi ən maraqlı və ən həyəcanlı yer təriflədiyim, çox təriflədim, bayağı bir təriflədiyim 3-cü mərtəbəni göstərərəm. Şükür Allah illər sonra. Gedə indi 3-cü mərtəbəni göstərəm. Hazırsınız, ağappaq, dümba və makyaj otağımı görməyə. Ya Allah, bismillah. Burada girəndə bizi belə bir çox qəşəng estetik məkan qarşılayır. Bu otağı daha da gözəlləşdirən şey bu ayna, bu işıq, bu bitki, yəni bu alandır məncə. Çox qəşəngdir. Patili buna baxın, yumuşaq belə bir halı da qoymuşam hətta. Baxın, çox qəşəngdir. Ayna söyle bana, var mı bəndən və izləyicilərimdən daha gözəl birisi? Çox qəşəngdir, baxın. Looklarımı çəkin ay qız. Ay qız çəkinən. Deyəm, çəkəcəm ay qızlar. Çünki sinirlərim bozuluyor oraya benim artıq. Deyəm. Forma verim.
Yanacağım. Digeneceğim. Wow. Diyan belə eləyim. Belə də yox. Belə. Wow. Bu evdə 2 fotom. Bu evdə qəşəng bir foto kolleksiyon edəcəm inşallah qızlar. Çox istəyirəm çünki. Gəlmədə yetdiyindən. Artıq 2 fotomu sizə bilə. Çox qəşəngdir bu arada. Hər şeyi mən çox bəyəndim şəxsən. Aha, belə bir bitki var, çox qəşəng. Belə bir işıq var. Mənim evimdə olan işıqdan, yəni evdə olan işıqdan. Ayna, güzgüdə. Ayna deyirlər əslində güzgü. Mən nə düz danışdım. Hal olsun mən. Azərbaycanda bunu deyir. Xalça və belə bir oturmağa gözləmə alalım ki, məsələn mən əynimi geyinirəm, oturub bax fikirləşim görəm nə geydim. Ay hansını geyim, bunu tuturam. Qarşımda 2 seçim var, bilmirəm hansını seçim. Bu donmu, nə bilim bu kombinmi, blokmu bildiniz. Qızlar anlayır, bu videoya qızlar baxsın. Bitki də yuxarıdakı çox gözəldir yəni. Makyaj masam, evdəki makyaj masamın, yəni eynisidir. Evdəki makyaj masam nə olacaq? Onu satacağam. Çünki eynidirlər. Bəli, yenisini almaq niyə yenisini aldım bilmirəm. Onu satacağam zaten. Bəli, çox qəşəng qiymətdir. İstəyən də var. Bir qohumumuz demişdi. Bu da belə bir geyim dolabı. Baxın. Belə açılır. Bax, mən özüm seçdim. Özü işıqlı, yəni dəhşət gözəldir də qızlar. Deməli, niyə 2 dənə? Niyə 2 dənə? Çünki birinə yerləşə bilməyəcəkdim. Bu mənim, bu elə bir geyim dolabıdır ki, özdə. Mənim geyim dolabım kimi deyil. Mənim geyim dolabı necədir qızlar? Mənim geyim dolabı bir dənədir. Amma ki, yəni, necə deyim, bunun kimi şüşə deyil də qapağı. Onun yəni görünmür onun içi. Yəni, o, necə deyim, bilirəm, qapısını açıb baxmasan, həqiqətən görünmür də içi qızlar. Gəlin düzün deyək də. Amma burada görünür şüşədir çünki. Və şüşə olanda görünəni gərək səliqəli görünsün mənim içərdən geyimlərim. Səliqəli görünmək üçün də gərək mən geyimlərimi qızlar belə qat-qat eləyim də, nə deyə bilərəm. Evdəki kimi, evdəki şkafım kimi daha nə qədər paltarı üst-üstə dibə qədər, baxın buralara qədər yığmayım. Yəni 2 dənə paltar baxın bu cərgəyə, 2 dənə geyim qoydum, pis. Bu cərgəyə 3 dənə geyim qoydum, pis. Yəni işığı da görünməlidir. Onun gözəlliyi ilə işığındadır deyə düşünürəm. Həm də ki, yəni estetik görünməlidir. Özü ki mən rənginə görə daha belə özən edəcəm də bu geyim otağına falan. Bildiniz necə? İndi qızlar, nə? Gəlin indi bu otaqda belə çox qəşəng belə xalça var 2 dənə. Biri yerləşmir çünki. Bunu biraz tərəfə gətirəcək. Yəni bu ortadakı bu səliqəsizlik görünməyəcək. Narahat olmayın. Keçdik indi yataq otağıma. Çox maraqlıdır həqiqətən. Heç nə yoxdur. Girdik. Kontener. Və belə yataq, hətta pişik də var burada. Çox gözəl. Burada belə bir alan yaratmışam özüm üçün. Pəncərə izləmə alanı. Gecə ulduzlar izləyəcəm. Çox sevirəm ümumiyyətlə ulduzlara falan baxmağı. Yəni harda gözəl təbiət mənzərəsi var, oranı izləməyi ümumiyyətlə çox sevirəm mən. Gecə baxın, otururam burada qəşəng təsəvvür, yatmıram məsələn, yuxum gəlmir. Pəncərəni açıram və ya lap açmıram, baxın belə açmıram. Pərdəni açıram. Şimdi otururam, baxın, ay necə gözəldir, ulduzlar izləyirəm, həyəti izləyirəm, bütün domlar zaten həyət. Məhəllə düzdə, ay bu qədər gözəl, estetik. Bura montajını göstərəcəm sizə, rahat olmayın. Bura kompüterimi yerləşdirmişəm indi də, mənim montajıyım, yəni kompüterim. Burada televizor qoymuşlar var, çox minnoşlar, yəni çox şapşik və şirinlər deyə düşünüyorumdur, bence de. Ocaq, belə bir estetik ceyran, meyran, nə bilim, balıq da almışam bu arada, balığımız gelir və belə bir oturma alanı ki, baxın, belə estetik bir yerdə otururam. Televizor izləyə, istidə, bu gözəl mənzərədə qəşəng montaj edirəm videonu, ay, necə gözəldir, ay canayacaq. Qapını açırıq və balkon. Balkonda belə bir sallanacaq və nə? Belə bir stol. Geçin çay içməyə balkonda. Yaxın baxın, yenə buludlar və ulduzlar parlayırlar. Necə gözəldir. Bu çiçəklərin arasında, bu bitkilərin arasında bu gözəl mənzərəni izləmək 3-cü mərtəbədən. Wow! Şaka mısın sen? Hər şey bu qədər abartmayaq deyə düşünürəm və abartmırıq. İndi getiririk hamama və tualetə. Bəlkə maraqlıdır kimsə. Hamam və banyo çox genişdir məndə qızlar. Otaq balacalaşdıra bilmədik. Qardaşım deyir ki, eybi yox, lap yaxşı, ay qız nə olacaq ki? Gəlinimiz buranı bəyənmir bir o qədər. Deyir ki, çox böyükdür, əslində düz deyir. Amma məncə geniş rahatdır da. İnsan kayboluyor. Burada belə bir şey var, bilmirəm nə üçün qoymuşam. Səy kimi yer tutsun deyə, yer boş qalmasın deyə. Qurutma makinəm, cehizliyi qoymuşam burada. Paltaryan və vasitələr. Bəli. Tualet çöp tutsun və belə Dyson'u getirmişəm. Dyson tosturam. Qəşəng iş görəcəm bu evdə. Aha. Əl yumacaq. Diş fırsam falan indidən hazırlamışam. Maya sabun, zat, aparatımız, hər şeyi getirmişəm bu üçün. Dəsmallarımı qoymaq üçün, yəni əl üz falan dəsmallarını qoyacağım. İstitmək üçün, bunlar istilik keçirir üçün. İstilik keçirir çünki. Bu belə.
Girdim bura. Ya Allah. Çıktım böyle. Allah. Neyse. Çok qəşəng vloglar çəkəcəm bu evdə. İnşallah yaxın zamanda köçürük zaten. Bildiyiniz kimi iyun ayından əvvəl köçəcəyik hətta. Yəni iyun ayından əvvəl köçəcəyik hətta. May ayı ortalarında köçürük bu evə. Hətta qardaşım mənə bu gün birisi nə dedi az öncə dedi ki, bəs uje getib evə gedəndə çox geyimlər falan uje indidən hazırla. Mən şoka düşdüm. Necə yəni geyimlər hazırla? Bu qədər geyimi mən neçə gün hazırlayacağam? Dedi ki, narahat olma, elə 20 gündən çox vaxt var. Lap sən 1-2 gün gec gələrsən. Sən problem deyil də. Nə var ki burada? Şokdayam. Dedi ona görə sən birinci tez dedim ki, sənin geyimlər və aksesuarlar və şimdi sənə zirzibillər və yerləşmə mümkün deyil. Doğru söylemiş ve doğru yapmış canım kardeşim. Ya da sizin sağ ulaşın çünkü vlog bura kadardı. Bu arada vlog da yani dəhşət çox uzun oldu kızlar. Aslında belə uzun olmasını istəmirdim. Prosto aynı yine belə uzun oldu da kızlar. Sonra zaten vloglarım uzun olur bildiğiniz ve gördüğünüz gibi. Siz sevirsiniz mi böyle uzun vlogları ya sevmirsinizsə bunu da yorumlarda yazın. Sevmirsinizsə videoları daha kısaldım, daha kısa çəkim. Mən kısa çəkməyə çalışıram. Çünkü mən montaj eləmə çətin olur. Mən də kısa çəkməyə çalışıram. Ama alınmır kısa çəkməyim. Uzun istəyirsə daha da uzun vloglar çəkərəm. Daha yine siz o sizə görə hər şeydə yarar əlbəttə əzizlərim. İndi nə edirik? Gedirik. Gözəl bir mənzərə tapıb orada sağollaşmaq. Bəlkə burada sağollaşım. Sağ olun ya da. Özünüzə yaxşı baxın. Kanalıma abunə olub, videoma like atıb, və gözəl yorum yazmağı unutmayın. Sizi çox sevirəm. Özünüzə yaxşı baxın. Bye bye. Bu arada yaxın zamanda 100k almaq istəyirəm. 100 olaq. Bye bye. Görüşənə dək arkadaşlar. Kendinize iyi bakın. Əlbəttə ki, qarşınızda bu kanalın sahibi inşallah hər zaman mən olum elə. Mən idim. Games Aysenə Aysun. Bye bye. Abunə oldun. Yəni gözləyirəm. Abunə. Gözləyirəm abunə ol da day.